Salamlar. Antalya səfərimizin 3-cü günü çox böyük həyəcanla gözlədiyimiz Suluada gəzintisini planlaşdırdıq. Səhər tezdən Adrasan limanına doğru yola düşdük. Hər şey yolunda gedirdi, ta ki limana çatana qədər. Orada öyrəndik ki, Suluadaya gedən təknə turu artıq saat 10-da yola düşüb. Biz isə limana təəssüf ki, saat 12-də çatmışdıq. Bir anlıq məyusluq yaşasaq da, bu bizi ruhdan salmadı. Adrasan bizi öz təbiəti və sükunəti ilə valeh etdi və biz orada bir qərara gəldik. Bir gecə Adrasanda qalırıq və səhər saat tezdən Suluadaya təknə turuna qoşuluruq. Adrasandayıq, ev axtarırıq qalmağa. Belə maraqlıdır, sahil qırağı, evlər falan. Gedək görək. Burada görək, tapa bilirik. Qəşəng maraqlı yerdir bura. Hələ gedirik, ev axtarırıq. Hələ bir yer tapa bilməmişik. Uzun ev axtarışından sonra nəhayət ki bir yer tapdıq. Axtarışımız da səbəbi ona görə idi ki, çox yer bağlı idi. Sezonu bu illəri çox gec açıblar. Çünki Türkiyədə oteldə olan yanğına görə hər şey nəzarətdən tam keçməlidir, sonra açılmalıdır. Olan yerlərdə çox həddindən artıq bahalı idi bir gecəyə görə. Ona görə biz də belə kamp quracağıq. Məncə bu daha qəşəngli, maraqlı bir challenge olacaq. Bizim qaldığımız yerdən indi buradan sahilə yürüyüş məsafəsi ilə buradan ta görsənir dəniz. Bir gedirik. Buradan gedib sağa dönürük. Hər işdə bir xeyir varmış. Nə yaxşı ki də ev tapa bilmədik. Oraların mənzərəsi o qədər yaxşı deyilmiş. Adrasanın bu sahili olan tərəfi daha gözəlmiş. Biz biraz iç tərəfdən yeriyib gəlirdik. Yəni, evləri oralarda axtarırdıq. Burada daha qəşəngdir. Əslində bəlkə də çadırı orada tapmasaydıq, buralarda da qalmağa fərqli yer tapa bilərmişik. Amma çadırda başqa bir challenge, məncə daha o qəşəngdir. İndi buradan sahil görsənir. Maraqlı. Bura bizi maşın gətirdi. Çox qısa məsafə. Buranın sahili o tərəfə nisbətən daha təmizdir. Buranın suyu çox təmizdir, çox qəşəngdir. İndi inşallah sabah Suluadaya da getmək ümidi ilə daha da təmiz gözləyirəm. Axşam oldu. Kampımız da bu 2 dənə qarşıdakı. Bu 2 dənə kamp bizimdir. Gəldik. Çox qəşəng bir aurası var buranın. Çox bəyəndim. Heç vaxt kampda qalmamışdım ailəmlə. İlk dəfə qalmışam olacam. Çox sevdim. Sen olmasan ben solarım, gül beyaz gül açar.
Və nəhayət, arzuladığım o yerə artıq gəlib çatdım. Sulu ada haqqında çox eşitmişdim. Amma bura gəlib görmək tamam başqa bir hiss imiş. Təknədən düşən kimi ətrafın gözəlliyi, təbiətin sanki toxunulmamış halı adamı valeh edirdi. Bura gəlib bu gözəlliyi görmək mənim üçün səfərin ən yadda qalan hissəsi oldu. Sulu adada biraz vaxt keçirdikdən sonra növbəti dayanacağımız yer Mavi mağara oldu. Düzü ora gedəndə nə ilə qarşılaşacağımızı bilmirdik, amma içəri girən kimi çox gözəl, çox əzəmətli bir mağara ilə qarşılaşdıq. Mağaranın içindəki o mavi rəng, təbii işıqla suyun birləşməsi elə bir görüntü yaradırdı ki, insan baxmaqdan doymurdu. Hər tərəf sanki bir nağıl dünyası kimi idi. Suyun içində o mavi işığın əksini görmək həqiqətən də heyrətamiz bir hiss idi.